Bakıda mənzildən tanınmış professorun meyidi tapılıb. Qafqaz İnfonun məlumatına görə aprelin 24 saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyidi yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb. Baş vermiş faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Bildirilib ki, vəfat edən Rahilə Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya Şurasının sədri, Ədəbiyyat Nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub. Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq Rahilə Quliyevanın son günlərə qədər elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyə qədər universitetə gəldiyini qeyd edib. Allah rəhmət eləsin.